Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. İran və Amerika qarşı durması və ya gərginliyi hansı nöqtəyə çatıb? Daha doğrusu İran və Amerika qarşı durması həm qarşı tərəfin şou göstərməsi baxımından, həm də bir sıra cəngəllik qanunu nümayiş etdirən digər görüntülərin yayımlanması baxımından daha maraqlı nöqtələrə çatır. Bu məsələləri doğru düzgün analiz edib başa düşmək üçün gərək bir neçə fakta işarə vuraq. Mənim nəzərimcə əvvəl gərək sırağa gün ali məqamlı rəhbərin İran xalqının müxtəlif təbəqələri ilə görüşündə bütün dünyada və dünya medialarında və platformalarda trendə çevrilən və əsas titrə çevrilən çıxışındakı cümlələrinə gərək diqqət eləyək. Orada bir neçə mühüm nöqtəyə Ayətullah Xameneyi cənabları işarə vurdu. Birinci nöqtə budur ki, rəhbər orada gözəl vurğuladı. Vurğuladı ki, əgər döyüş baş versə, yəni müharibə baş versə, bu müharibə regional olacaq. Artıq həm keyfiyyət baxımından, həm zaman baxımından, həm də coğrafi baxımdan məhdud olmayacaq. Coğrafi baxımdan məhdud olmayacaq, yəni məsələn son 12 günlük döyüşdə olduğu kimi təkcə işğal olunmuş ərazilərdəki İsrailin mühüm obyektləri vurulmayacaq və yaxud da Əl-Udeyddəki Amerikanın bir bazası vurulmayacaq məhdud şəkildə. Keyfiyyət və kəmiyyət baxımından, yəni yenə də o son döyüşdəki kimi müəyyən yerə qədər gedib atəşkəs iltimas eləsin qarşı tərəf və İran da buna razılaşsın, müvəqqəti olaraq da olsa, bu da olmayacaq. Amma keyfiyyət baxımından çox mühümdür. Keyfiyyət baxımından rəhbərin bu sözü böyük önəm kəsb edir. Keyfiyyət baxımından yəni nə? Yəni bu ki, artıq zərbələrin gücü 12 günlük döyüşdən misli görünməmiş qədər fərqlənəcək bir. İkincisi, zərbənin sürəti, yəni reaksiya. Demək olar ki, qabaqlayıcı zərbə kimi bir şey görünəcək. Və bu qabaqlayıcı zərbənin bir xüsusiyyəti var. Bir xüsusiyyəti var ki, bu da Amerikanı və onun himayədarlarını sözün həqiqi mənasında çox narahat edir. O da budur ki, 12 günlük son müharibədə, İran İslam Respublikasının müdafiə doktrinası dəyişildi. Və dünən İran İslam Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı General Musavi də buna bir daha işarə vurdu və qəribə bir işarə vurdu ki, xatırlatdı əslində ki, doktrinamız dəyişib, artıq bizim doktrinamız müdafiə xarakterli doktrinadan keçib hücum xarakterli doktrinaya və gözəl bir misal da işlətdi. Samirinin buzovu artıq bu buzovun təhdidləri, bu boş-boş sərsədaları bizim qarşımızı ala bilməyəcək. Yəni həm coğrafi, həm keyfiyyət, həm kəmiyyət baxımından çox geniş miqyaslı döyüş olacaq. Ali məqamlı rəhbərin çıxışından sonra həm bu generalın çıxışı, həm də cənab Əraqçı İran Xarici İşlər Nazirliyinin bu ultimatumu verməsi ki, dünən axşam saatlarında bir daha demək olar ki, iki yol arasında giriftar qalmış Amerikaya yenə də ultimatum verdi və belə buyurdu ki, bir yol seçin, ya diplomatika, ya döyüş. Əslində cənab Əraqçının sanki bu ultimatumu rəhbərin sözlərindən, bax bu dediyimiz sözündən su içirdi və oradan qaynaqlanmışdı. Çünki əslində onun sözü ya diplomatiya, ya döyüş deməklə bu mənaya gəlir. Bugünkü şəraitə və vəziyyətə baxsaq, məxsusən qarşı tərəfin vəziyyətinə baxsaq, ya döyüşü seçməlisiniz, ya döyüşü. Çünki müzakirəni seçməlisiniz deyəndə qarşı tərəfin İrandan tələbləri, İrandan edilən tələbləri heç bir vəcəhlə ali məqamlı rəhbər başda olmaqla İranın bütün yüksək rütbəliləri tərəfindən qəbul edilməzdi və tamamilə İran xalqı və hakimiyyəti tərəfindən rədd edilir. Çünki onların əsas tələbləri nüvə enerjisini tamamilə ortadan aparmaqdır.
raket gücünü məhdudlaşdırmaqdır, ən azından İranın İsraili tanımaqdır bir dövlət kimi və İranın qolları, yəni köməkçi qüvvələri ki var, azadlıq cəbhəsi regionda, bu cəbhədən İran himayət eləməməlidir. Ali məqamlı rəhbərin sözünü təsdiq edən bu məmurların sözünə də diqqət eləyəndə görürük ki, həqiqətən Amerikanın vəziyyəti burada, bölgədə xarabdır və təsadüfi deyil ki, elə bu çıxış və bu çıxışdan qaynaqlanan rəsmilərin sözündən sonra əvvəllər arada bir şəkildə, qətrə şəklində çıxarılan məsələsi son 2-3 gündə rəhbərin çıxışından sonra məxsusən çox intensiv şəkildə müxtəlif yerləri əhatə eləməklə müxtəlif ölkə başçılarının sənədlərini ortaya qoyur. Məsələn, sənədlərini arada bir Trump belə deyək, barəsində çıxardırdılar. İndi Trump barəsində göstərdilər, o gün də Bulaq TV kanalımızdakı podkastdə də buna işarə vurduq, təhlil etdik. Trump barəsində çıxartdılar, qaytardılar dala. İndi Birləşmiş Ərəb Əmirlikləri, səhv etmirəmsə, ya Qətər hakimiyyəti barəsində, onun padşahı barəsində çıxartdılar. Ondan öncə Türkiyə barəsində çıxartdılar ki, Türkiyənin bu məsələsində, milli məsələsində hakimiyyət olaraq əli var. Bəli, yəni müxtəlif ölkələrin adları çəkilir bu sənədlərində. Bu da maraqlı faktdır. Niyə görə? Bu iki başlıdır. Siz fikir verin. Rəhbərin çıxışı ki, regional olacaq, onsuz da çətin vəziyyətdə qalan Amerikanı və İsraili daha çətin vəziyyətə salır və bu çıxışdan öncə, bir neçə gün öncə ali məqamlı rəhbərin doktrinasını müdafiədən hücuma dəyişən Müdafiə Şurasındakı məxsusi nümayəndəsi Larijani səfər edir, özü də prezidenti daşıyan təyyarədə səfər edir Rusiyaya və müxtəlif yüksək rütbəlilərlə, hətta Putinlə görüşür. O səfərin təfərrüatları və detalları deyilmir. Və sonra rəhbər bu çıxış edir və bu məsələləri intensivləşir. İndi bu pazelin bu tikələrini yan-yana qoyanda və bunun kənarına digər pazelin bir hissəsini qoyanda ki, sənədləri təkcə FBI maraqlanmır ondan və Amerika tərəfində deyil, Siyonizmin əlində deyil, sənədləri Rusiya və İranın da əlində var o sənədlərdən. Və mən şəxsən özüm ehtimal verirəm ki, İranın 12 günlük müharibədən 3 gün öncə bəyan elədiyi böyük kəşfiyyat məlumatları, 10 milyondan çox kəşfiyyat məlumatı səhv etmirəmsə, ən azı milyonlarla kəşfiyyat məlumatlarını, sənədlərini müxtəlif formada İsrailin ən həssas yerlərindən götürməsi bu sənədlərin İranın əlinə keçməsi ilə bağlılığı da ola bilər. İran və Rusiyanın əlində olduğunu da nəzərə alsaq, rəhbərin bu sözündən sonra, Laricaninin səfərindən sonra rəhbərin bu sözü və bu məsələsinin qabarması bizə ən azı iki ehtimal verir. Ya biri budur ki, Siyonist rejim Amerikanı batlaqdan çıxartmaq üçün, buradakı özünü saldığı batlaqdan çıxartmaq üçün ki, hər iki halda həm İranla diplomatik razılaşsa və geri çəkilsə, böyük prestij sınması yaşayacaq, məxsusən siyasi arenada və etibarlılıq baxımından. Həm də əgər döyüş olsa da İran da rəhbər başda olmaqla bu tərəfdən deyir ki, bütün bölgədə, məxsusən də Amerikanın canı olan İsrail böyük zərbələr altında olacaq və bu döyüş dayanmayacaq. Hər iki halda Amerika böyük fiyaskoya uğrayacaq deyə mümkün də ehtimal verə bilərik ki, Amerikada APEC sistemi ilə Amerikanın hökumət orqanlarını bir növ güclü lobbisi ilə idarə edən Siyonist dalğası Netanyahunun da vasitəsilə Trump'ı və Trump hökumətini bir daha təhdid edir və fikir verin, bir növ Amerika ilə bağlı olan ölkələrin sənədləri çıxır ortaya. Məsələn, dediyimiz kimi Qətər, Ərəb ölkələri Əl-Udeyd oradadır, İran uranı vurmuşdu və Türkiyə hökumətinin o əlinin olmasının çıxması bir növ sanki bunlara da təzyiqdir. Həm İran qarşısında bunları təzyiq gətirib İrana qarşı çevirmək, həm də artıq demək olar sönmək üzrə olan İbrahim müqaviləsi fonunda İsrailin tanınmasını və legitimləşməsini, normallaşdırılmasını ərəb ölkələrinə və Türkiyəyə təhmil etmək istəyi ola bilər.
Bu bir təhlil ola bilər. Amma ikinci təhlildə yenə də deyirəm, bayaqki pazelin tikələrini bir yerə qoyanda və rəhbərin son çıxışını da bura əlavə eləyəndə mümkündür ki, Rusiyanın əlində olan və yaxud da İran və Rusiyanın əlində olan qarşılıqlı həmkarlıq ki, bunların arasında var bu üç qütbün Rusiya, İran, Çin. Mümkündür Laricaninin səfəri ki, detalları açıqlanmır. Sonra rəhbərin bu çıxışı, rəhbərin bu çıxışından sonra bu açılması mümkündür. Bunların arasında da bir əlaqə olsun ki, Rusiya tərəfindən də bəzi ölkələrin sənədlərinin açılması, hətta Amerika tərəfin. Bu da mümkündür. Hər halda Şərq qütbü görür ki, Amerika və Qərb qütbü şov göstərmək istəyir. Ağır vəziyyətdən çıxmaq üçün, özünü saldığı bu batlaqdan siyasi, iqtisadi, hətta dəfələrlə dediyimiz kimi Amerika daxilindəki sosial bazanın getdikcə sürətlə necə deyirlər, zəifləməsi fonunda onlar şov göstərmək istəyir bu məntəqədə, bu bölgədə və bu şov ilə özlərini üstün göstərib geri çəkilmək istəyirlər. Amma Şərq qütbü də İran mərkəzliliyi ilə onların planlarını bir-bir suya tökməklə və bu sənədlərin ortaya çıxması da bir növ buna kömək edir, bir növ. Bunların planlarını suya tökməklə artıq dünya arenasında Qərb, Amerika mərkəzliyi ilə Qərb və İsrailin ortadan getmiş və qaralmış çehrəsini daha da siyasi arenada məxsusən və xalqların qarşısında qaraldacaq. Bu işi görürlər. Yəni onlar şov göstərib geri çəkilsinlər və özünü yenə də üstün göstərsinlər. Çünki bu dəqiqə Amerikanın ictimai vəziyyəti 50 ştatından 46-sında, dünən axşamki son xəbərlərdə 46-sında artıq etirazlar şiddətli hal alır və bu getdikcə tədricən həm keyfiyyət baxımından, həm coğrafi baxımından daha da çoxalır ki, hətta son məlumatlara görə Trump hakimiyyəti yenə də xüsusi təyinatlar və qvardiyanı insanların arasına salmaq istəyir. Deməli, nəticə etibarilə ali məqamlı rəhbərin sırağa gün son çıxışında vurğuladığı müharibə olsa bölgəni əhatə edəcək məsələsinin sözünün əhəmiyyəti bizə burada məlum olur. Həm məsələlərinə diqqət eləyəndə, həm Amerikanın daxili günü-gündən süsləşən sosial bazasını, siyasi arenadakı durumunu nəzarət eləyəndə, diqqət eləyəndə biz görürük ki, nə qədər də bu söz böyük əhəmiyyət kəsb edir. Əlbəttə bu çıxışda bir neçə digər nöqtələr də oldu ki, inşallah gələn proqramlarda onlara toxunarıq. Allaha əmanət olun.